Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Tıxırdaran dairəsindən Sentral Binəqədiyə gedən yolun üstündən sol hissədə, hündür yerdə, demək, 3 otaqlı bir həyət evimiz satışa çıxıb. Bələdiyyə sənədindən də hörmətli izləyicilər, öncədən nəzərinizə çatdırıram, bəyənməyi unutmayın, bəyənməyi mütləq bəyənin ki, hamıya, demək, bütün ev axtaranlar üçün əlverişli olsun, hörmətli izləyicilər. Gördüğünüz kimi bu evin çöldən xarici görünüşüdür, 3 otaqlıdır, təmir normaldır, yaşayışlı bir evdir. Buradan giriş darvazasıdır, ayrıca maşın salmaq üçün belə bir darvaza qoyulub. Daxil oluruq buradan evin həyətyanı sahəsinə. Girən kimi ev çox gözəl, səliqəli bir evdir, çox şirin evdir. Bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Evin bir hissəsini, giriş hissəsini görürsünüz, çardaqla bağlayıb. Sanuzel hissəsi təmiri vəziyyətdədir, düzdür, həyətdə də olsa, amma qapalı vəziyyətdədir. Gördüyünüz kimi, bura hamam hissəsidir. Təmiri vəziyyətdədir, sanitar qovşağıdır, hamısı qaydasındadır, hörmətli izləyicilər. Buradan qapı qoyulub. Demək, çölündə də bir hissəsi, həyət hissəsi. Ev sahibi burada həyətdə oturmaq üçün stozat qoyub, yüngülvari yaşıllıqları var. Ev çox şirin evdir. Qiyməti də münasibdir, elə baha deyil. 3 otaqlıdır. Bax, buradan maşın rahat girib, həyətdə 2 dənə maşın rahat saxlamaq mümkündür. Amma ev sahibi ehtiyac yoxdur da, yəni belə həyətdə zətdə oturmaq üçün belə stol qoyub, yaşıllıq qoyub, orada belə gördüyünüz kimi qoyub bir dənə ətraflı çəkim. Bu hissəsi də burada heyvan saxlamaq üçün belə raşotkası var, əl damısı var. Yəni, hər şey qaydasındadır. Keçən də evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Buradan daxil oluruq evin içinə. Demək, girən kimi qalxırıq yuxarı. Burada bir terası var. Belə deyək də, teras deyəndə viranda deyək. Bax, bu hissəsi gördüyünüz kimi. Oturmaq üçün su çənidir, ayrıca qoydurub burada. Üstündə qəşəqlər daşdan üzzətdirib. Ev çox səliqəli bir evdir. Qayda zatda oturmaq üçün, hava dəyişmək üçün əlverişlidir. Üstündə belə bağlayıb, görürsünüz, səliqəli evdir, hörmətli izləyicilər. Düşəm indi evin içinə tanış olaq. Girən kimi bura giriş hissəsidir. Burada şkaf qoyub, paltarlarca soyunub, əqqablar qoymaq üçün. Daxil olur buradan evin əsas hissəsinə. Ev 3 otaqlıdır. Geniş bir dəhlizdir. Dəhlizin içərisinə bax, bura belə mətbəxi yerləşdiriblər. Gördüyünüz kimi, hörmətli izləyicilər. Ev təmirdə qaydasındadır. Yaşayışlıdır. Sadəcə ona görə satırlar, hörmətli izləyicilər. Külfət böyükdür. Yəni çoxdur. Sadəcə satıb biraz böyük evə girmək istəyirlər. Bunu da nəzərdə çatdırıb. Burasında qonaq otağıdır. Bunu yataq otağına çeviriblər. Yəni mən yenə qeyd edirəm. Ailə böyük olduğuna görə evi satışa çıxardıblar. Başqa bir problem yoxdur. Sadəcə biraz darışlıqdır deyə ev satışa çıxıb. Gördüyünüz kimi, bax, bura qonaq otağıdır. Özdə qonaq otağı genişdir. 4 metrin ardasa bir 6-6-50 var. Sadəcə ev sahibi buranı yataq kimi istifadə edilir hal-hazırda. Keçirik buradan bir yataq otağına. Burada hardasa demək ki, nəzərinizə çatdırın. Burada 4'ün 4'ü 16 kvadrat olar. Evdə hər də pəncərələrlə tam rahat evin içinə işıq düşür. Kürsülü evdir, 6-7 daş kürsüdə inşa olunub. Sonda da bura balaca bir otaqdır, uşaq otağı deyək. Nəzərinizə çatdırım, hörmətli izləyicilər, uşaq otağı kimi bura istifadə olunur. Kimlərsə evini satmaq istəyirsə 055-389-3808 nömrəsinə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmaz, hörmətli izləyicilər. Yenə deyirəm, bəyənməyi unutmayın, abunə olmağı unutmayın. Evin bələdiyyə sənədi var, qiyməti də 75 mindir. Start qiymət kimi, yenə də real alıcı olsa indirimi birbaşa sahibi ilə danışacaqsınız. Son söz, hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah olmayanlara gözəl evlər qismət eləsin. Allah alanda xeyir versin, Allah satana da. Amin.